Geri gelmişken dostlar, bu mövzuyla bağlı mütləq fikir deməliyim, çünki çoxlu tələblər var. Söhbət Mehman Hüseynovun son vaxtlar İlham Əliyevin gəlini, ailə özləri ilə bağlı, tək onu başqa kanallarda deyəsən yayılıb neyinir. Mənə deyirlər ki, nəsə belə bir mütəşəkkil iş aparılır. O barədə fikir məndən soruşdular ki, hətta məndən tələb elədilər ki, o kadrları mən Mehman Hüseynovun yaydığı nəsə verilişləri var, mənə göstərmişdilər. Açıq deyim, mən sizə bəri başdan mən baxdım, mövzunun başlığını görəndən sonra da dalına baxmadım. Mən bir insan kimi, bir kişi kimi, bir Azərbaycanlı kimi belə şey qəbul eləmirəm. Ki, düşmənim də olsa, kiminsə ailə həyatı, nə bilim, o mənlik deyil bu şeylər. Və ümid edirəm ki, Azərfilm ailəsi mənə düzgün başa düşər. Bu bizim mövzu deyil, əziz vətəndaşlar. Biz İlham Əliyev deyilik. Biz Heydərizm deyilik. Biz Azərfilm ailəsiyik, biz Azərbaycan xalqıyıq. İlham Əliyev hər cür tərbiyəsi eləyə bilər. Kiminsə bacısını gecə polis apartdırar. Kiminsə atasını çıxardıb, əmisini çıxardıb efirdə uşağını söydürdürər. Kiminsə gedib evini dağıdıb balaların mənim kimi çöl atar. Kiminsə gedib yatağına video qoyub onun cins orqanı çəkib arvadına göstərər. Öz arvadına Mehman Əliyevə. Qızlarına görsə də bu onun əxlaqıdır. Bizlik deyil. Amma mən Mehman Hüseynovun dostlar o yaydığı şeyin məzmununa qətiyyən qarşızacağım yoxdur. Dedim o mövzu bizlik deyil. Orada düzdür, yalandır, nədir, qətiyyən müzadiyyəti yoxdur onun. Kaş olmayaydı belə bir şey. Mən inanıram ki, heç Mehman özü də istəməzdi belə bir şey olsun. Mən Mehmanı talantlı bir bloger kimi tanıyıram. Talantlı bir gəncimiz kimi tanıyıram. Bunu da salamlayıram. Amma o belə bir şey etməməliydi. İnanıram ki, özü də belə bir şey etməkdən zövq alınmır, ləzzət alınmır. Amma və lakin, buradan bir şey də deməyi özümə borc bilirəm, mən vəzifə bilirəm. İlham Əliyevdə əgər azacıq insanlıq, ləyaqət, kişilik hissi qalıbsa, o mütləq bugün, bu gecə, ya dünən, 3 gün bundan qabaq, bir həftə bundan qabaq, Daxışlar Naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyevi ən azı istefaya göndərməliydi. Hələ mən həbs eləmək, malların mülkünü əlinə almağı demirəm. Mütləq onları ilk növbədə göndərməlidir ki, gedin mənə ikinci Əli Həsənov lazım deyil. Əziz vətəndaşlar, siz bilirsiniz ki, Avropada bu söyüş siyasəti ki dedilər, o uşaqların da mən qınamaq mümkün deyil. Qınaya bilmirsən. Niyə? Çünki Əli Həsənov, Ramiz Mehdiyevin başçılığı altında İlham Əliyevə təzyiq eləmək üçün belə bir öz aləmlərində siyasi belə gediş hazırladılar. Xaricdə olan cavanları söydürdülər. Vidadi İskəndərin dədəsinin qəbrini bilirsiniz ki, mart ayında, mən Bakıdaydım 18-ci martın 6-sında deyəsə onda hadisə. Yaddaşı mən aldatmırsa. Getdilər, tərbiyəsi elədilər. Ya kiminsə bacısını apardılar, mən bilən Orduxanın ailə üzvlərini gecəni apardılar polisə. Ya başqasının dədəsini çıxartdılar efirə, anasını çıxartdılar efirə. Və bir çox müxalifətçilərin də Xədicə xanımın, Xədicə İsmailin şəxsi həyatını çəkdilər, yatağını çəkdilər. Kişilər, siz bu qələtə ediləndə bilmirdiniz ki, sizin haqqınızda bu şeylər olacaq. Onu o vaxtı Əli Həsənov təşkil elədi. Yaxşı, Əli Həsənov da Ramiz idi, öz cəzasını aldı. Bu şey davam edirsə, deməli, burada başqa qüvvələr var. Yəni, o siyasəti, o mübarizə metodunu tədbiq eləməkdə maraqlı olan qüvvələr var. Kimdir olar? Mən sizə soruşuram. Mehman Hüseynovun
yataq otağına kameranı kim yerləşdirə bilərdi? Hansı orqan? Və niyə yerləşdirirsən? Mən dostlar, yenə deyirəm, Mehman Hüseynovun dediyi, yazdığı onun şəxsi işləridir. Düz ya yanlış olduğu haqqında qətiyyən bir fikir demirəm. Yəni, o bizim mövzu deyil. Amma Mehman Hüseynov'a da haqq verirəm özünü müdafiə edədiyinə görə. Niyə? Çünki adama qarşı İlham Əliyevin Daxışlar Naziri, Dövlət Təhlükəsizlik Xidməti elə bir ədəbsizlik eləyiblər ki, Mehman nə desə, onu qırmaq mümkün deyil. Ona görə buradan mən müraciət edirəm İlham Əliyevə şəxsən. Mən qəti əminəm ki, nə Mehman, nə onun qardaşı Emin, nə Azərbaycanda özünü kişi sayan kimsə, kişi sayandan mən danışıram ha, özünə rəva bilməz ki, başqa bir düşməninin də ailə üzvü ilə bağlı əxlaqsız bir söz desin və yaxud da nəsə çəksin, yaysın, qətiyyən. Və heç bir kişi, namuslu kişi bu iş eləməz. Amma sən əgər başqasına qarşı bir şey edirsənsə, onun da adekvat addım atması haqqı var. Onun hüququdur. Bizim dinimiz də buna icazə verir dostlar, biləsiniz. Quran-ı Kərimdə Allah deyir ki, küfr eləmək günahdır, haramda olmaz, amma zülmə məruz qalanlar istisnadır. Sən mənə döyürsənsə, mənə böhtan atırsansa, mən dözəmirəm, sənə söyləyəcəm. Söymə nökər dədəmi, söyməyim xan dədəni. Allah nə deyir Quranda? Deyir, siz onların Allahların, bütlərin söyməyin ki, onlar da sizin Allahınızı söyməsinlər. Fikrim satır demək istəyirəm. Quranda Allah bizə deyib, baxı, bütün davranış qaydalarını Allah bizə öyrədibdir. Bizə başqa yeni bir şey kəşfetmək lazım deyil ki. Deyir, onların bütlərin və Allahların söyməyin ki, onlar da dönüb sənin Allahını söyməsinlər, sizin Allahınızı söyməsinlər. İlham Əliyev, sən Əli Nağıyevdən hesabat tələb etmisənmi ki, ay Əli Nağıyev, bu cavan oğlanın yataqda kimlə, necə yatdığını, şəxslə tək olanda nələr etdiyini çəkməkdə məqsədə nə idi? Azərbaycan dövlətinin pulu, mütəxəssisləri bunun üçün istifadə olunmalıdır. Xədicə İsmailin şəxsi həyatını çəkəndə, Qənimət Zahidi gedib saunada güdüb tutanda, Azər Hüseynov var adı, onu yatağını çəkəndə, siz bilmirdiniz ki, günlərin bir günü sizin haqqınızda yalan geçsə, hər şey yayılacaq, deyiləcək. Yəni, qısa istəyirəm, bundan əgər İlham Əliyev, özü də əşdə bir baxın, 2-3 gün bundan qabaq deyəsən, İlham Əliyev şeylədir, bir sərəncam verib deyəsən ki, sosial şəbəkələrdə, televizorlarda əxlaqsız hərəkətlər qadağandır, nə belə bir şey veribdir. Fərman verib, neyin evi oldu, mənə dedilər. Vaxtım yox da oxumaq oldu. Belə bir vaxtda sənin nazirin o 200.000 dollar rüşvət alan Əli Nağıyev gedib xalqın yatağını onun dədəsinə, anasına, nə bilim, qardaşına görsədəndə siz bilmirsiniz ki, cavabınız beləcə olacaq. Çox təəssüf edirəm mən, dostlar, amma bizim yenə də mövzumuz deyil. O kadrların, elə kadrların bizim efirdən səsləndirilməsində məndən heç kəs tələb eləməsin. Biz yenə deyirəm, mən sizin qardaşınızam. Ümid edirəm ki, mənə düzgün başa düşərsiniz. Mən o şey elə bilmərəm. Deyəmədən atırdılar mənə bəzi adamlar ki, Qurban bəy bunu verib, Qurban bəy bunu, ya da gör, belə, filan kət belə şey oldu. Yox, dostlar, mən buradan müraciət edirəm bütün müxalif qüvvələrə, müxalif fikirli insanlara. Bir şey bilin, bizim davranışımızla Azərbaycan xalqının mövqeyi formalaşır. Həm müxalifət haqqında, həm də rejim haqqında. Lütfən bu şeyi kimsə unutmasın. Şəxsən mən bir sıravi vətəndaş kimi görsəm ki, bir adam özünü ədəbsiz aparır, ağzına gələn danışır, onunla böhtan atır, nə eləyir, mən onun hakimiyyətə gəlməsinə qətiyyən razı olmuram, heç bunu anlayın bir dəfəli. Bir sual verəcəyim, çox xaşimamız səmimi olsun. Siz bugün müxalifətdə bəzi o küçə uşağı kimi davranan insanlar var, dostlar. Söyüşlə, təhqirlə. O adamların, o tip adamlar, təbii ki, onların hakimiyyət heç bir şeyləri yoxdur, amma o tip adamların
hakimiyyətə gəlməsini istədinizmi? Hələ yox yazın, xahiş edirəm. İstədinizmi ki, sənin hakimiyyətində küçə uşağı əxlaqı ilə danışan, hərəkət edən insanlar olsun? Hələ yox ki, sadəcə. TikTokda 448 nəfər bizi izləyir, hər birini salamlayıram. Çox sağ olun. Xahiş edirəm, hamı yazsın. Ya yox. Mən bilmək istəyirəm ki, mənim xalqım bu siyasət deyəndə nə başa düşür? Əxlaq deyəndə nə başa düşür? Ədəb-ərkan deyəndə nə başa düşür? Qardaşım, müxalifətçilik kiminsə arvadının qızını söymək deyil. Müxalifətçilik kiminsə böhtan atmaq deyil. Qətiyyən. Ola bilər nəsə səhv deyəsən. Səhv ola bilər, hamı səhv edə bilər. Səhv dedim, sabah bildin, özü istədim, qutadı yetdi ki, mən bunu təksib edirəm ki, dünən dediyim məlumat. Mesela mən o günləri deyəsən, Ləman xanım Əl-Əşrəf qızının dilindən bir veriliş getmişdi bizim. Güya ki, Erdoğan nə bilim 10 milyon yardım edib Ermənistanda nə bilim o əskər arıları kimlərinə. Mən onu verdim efirə Ləman xanımın deməli verilişindən. Həm də orada başda dedim ki, bu şey düzdür, yalandır, mən bilmirəm. Çünki huşa kimi mən fikirləşirəm ki, bu düz olmaya bilər. Erdoğan birdən-birə niyə belə şeyləsin? Amma eləyibsə belə, mən onu haqq qazandırıram ki, o siyasətlə məşğul dövlət başçısıdır, özü bilən nə eləyibdir. Sonra da aydın oldu ki, yalandır. Türkiyə dövləti rəsmi olaraq rədd elədi ki, təksib elədi ki, belə bir şey yoxdur. Olur. Dezinformasiya, yalan dair ola bilər. Amma qəsdən durasan kiminsə arvadı haqqında, qızı haqqında. Mən hətta bəzən dostlar, buradan o tərtər cinayətkarlarına müraciət edəndə ki, olan ailələrinə ki, arvadlarına dönün, əruzə tüpürün, belə deyim, belə deyim. Mən qadınları təhqir eləmirəm, amma hətta buna belə, mən üz istəyirəm hamınızdan, ağsaqqallarımdan, balalarımdan, evdə mənim həyat yoldaşım, Hacıxarı mənə irad bildirir ki, bundan xahiş edirəm, qadınlarla bağlı elə müraciət eləməm. Ki, mən qadın olur, mən özümü narahat edirəm ki, fikirləşirəm ki, birdən sənin haqqında belə desələr ki, qurban, arvadı o sənə deyirəm, dönsün sənə baxsın. Təsəvvür edirsiniz siz. Mənim hətta o ictimai təsir metodu kimi tədbiq etdiyim o üsul, təsir üsulu mənim həyat yoldaşım tərəfindən yaxşı qarşılanmış. Qala ki, sən durasan, xalqın arvadı gəlini qızı haqqında lətə danışsa, biyədəb qısa söyləsən, bu bizim millətə yaraşan bir şey deyil. Bu da hamıdan gördüyüm cavabları, Allahımızın canınıza qarasın. Hamı yox yazdı, bir dənə hə olmadı. Niyə? Mənim xalqım səviyyəli xalqdır axı. Mənim xalqım ləyəqə tərbiyəli xalqdır axı. Hansı xalq istəyər ki, normal xalq? Kim istəyər ki, küçü uşağı səviyyəsi düşünən adam, danışığın bilməyən, söyüşdən başqa anasından bir əxli tərbiyə almayan adam caslı olsun, JEK müdürü. Böyle şey mümkün değil ki. Olmaz bir şey.